Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında açılacaq yol dəhliz statusunda olacaq. Teleqraf xəbər verir ki, bu barədə erməni politoloq Argishti Kiviryan bildirib. Söhbət uzun müddətli gündəmdə olan Zəngəzur dəhlizinin açılmasından gedir. Əgər bu və ya digər ölkənin vətəndaşları qonşu dövlətin ərazisindən keçərək öz istədikləri marşrutla gedirlərsə, o yoldur. Əgər yalnız bir ölkənin fasiləsiz istifadə etdiyi marşrut varsa, yoldan daha artıqdır. Bu dəhlizdir. İndi Ermənistan Azərbaycan ərazisindən bu statusla keçə bilərmi və ya keçə biləcəkmi? Bunu təsəvvür edə bilərsinizmi? Mən edə bilmirəm, ekspert qeyd edib. Ermənistan baş naziri Nikol Paşinyan ona tabe olmayanlarla bağlı hüquq mühafizə orqanlarına yeni əmr verib. Bu barədə İravunq qəzeti məlumat yayıb. Paşinyan hüquq mühafizə orqanlarına yeni tapşırıq verib. Ona tabe olmayanlar divara hörülməlidir. Ayrı seçkilik etmədən bir-bir, mənbə bildirib. Nəşr Ermənistan baş nazirindən stat da gətirib. Stat. 4-cü Respublikanın çəkicinin zərbələri dəridə hiss olunmalıdır. Statın sonu. İravunq artıq hüquq mühafizə orqanlarının Nikol Paşinyanın bu əmrinə uyğun olaraq hərəkətə keçdiyini yazıb. Ermənistan Kassasiya Məhkəməsi ləğv edilmiş separatçı rejimin Müdafiə naziri General Cəlal Arutunyanın kassasiya şikayətini rədd edib və hökm hüquqi qüvvəyə minib. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb. Cəlal Arutunyan cəzasını müvafiq cəza çəkmə müəssisəsində çəkəcək.